20 yanvar günüdür, şəhidlərimizin günüdür. Şəhidlər günü 20 yanvar günüdür. Biz şəhidlərimizi anırıq bugün Azərbaycan xalqı olaraq. Bəndəliyin zirvəsi şəhadətdir. Biləsiniz, Allah şəhidləri necə əzizləyir. Deyir ki, hamınız eşitirsiniz ki, şəhid dünyaya gəlməyi arzulayan yeganə mömin dəstədir. Ancaq kafirlər dünyaya qayıtmaq istəyər ki, əməllərini düzəltsin. Möminlər istəməz. Allahın bəndələrinin içində dünyaya dönmək istəyən yeganə varlıqdır. Sual olunur, niyə? Hamımız həmişə cavab verir ki, Allaha qovuşmağın ləzzətini yenidən dadmaq üçün istəyir. Təzədən şəhid olmaq üçün. Dönmək istəyir dünyaya ki, bir də şəhid olsun. Allah onların ruhun bizə şəfaətçi və duası qərar versin inşallah. Çox adam bilmir ki, 20 yanvar gecəsi Bakıda təcili yardım maşınlarına belə atəş açılmışdı. Bu hadisə beynəlxalq hüquqa zidd idi və sonradan insanlığa qarşı cinayət kimi tanındı. 20 yanvar 1990-cı il Sovet ordusu gecə vaxtı Bakıya daxil oldu. Dinc insanlara atəş açıldı. Rəsmi məlumata görə 130-dan çox insan şəhid oldu, yüzlərlə yaralı var idi. 20 yanvar Azərbaycanın azadlıq yolunda dönüş nöqtəsi idi. Unutmadıq, unutturmarıq. Səndən ötürü can verməyə cümlə hazırız. Səndən ötürü qan dökməyə cümlə qadiriz. Üç rəngli bayrağınla məsud yaşa. Minlərlə can qurban oldu. Sinən hərbə meydan oldu. Hüququndan keçən əskər hərə bir qəhrəman oldu. Sən olasan Gülüstan.
Yardı köksünüzü namert gülləsi, dondu dilinizdən vətən nəğməsi. İndi yanalarım ahın aləsi, axan gözlərimin yaşı şəhidlər. Yardı köksümüzü Gece zülmət idi, göy üzül aldı, sükutu dağıttı ateş sesleri. Ana duaları yarımçıq kaldı, gecenin bağrını yardı şehidler. Sonsuz cesaretle kalktı ayağa, azadlığı canlandı şehidler. Adları hek oldu her bir yaddaşa, bayrağı kanla ucattı şehidler. Aldanla süslenmiş seher uyandı, zulmün sis perdesi sındı dağıldı. Bir anda ömürler göğe ucaldı, tarihi kanıyla yazdı şehitler. Korkunu yenerek kalktı ayağa, azadlığı canlandı şehitler. Adları hek oldu her bir yaddaşa, bayrağı kanla ucattı şehitler. Boğulmuş akların sesi ucaldı, buxovlanmış susmuş kalpler ayandı. Zincirler kırıldı, esaret kalktı, korkunu ebedi gömdü şehitler. Sonsuz cesaretle kalktı ayağa, azadlığı canlandı şehitler. Adları hek oldu her bir yaddaşa, bayrağı
töktü, can verdi azadlığı üçün. Bayraq dalğalandı qanlı iz ilə, azadlıq toxumu səpdi şəhidlər. Qorxunu